Yəqin ki, bir çoxlarınız bu maşını görmüsünüz. Bəs hekayəsini bilirsinizmi? 1970-ci ilin əvvəllərində İran Şahı Məhəmməd Rıza Pəhləvi ordusunu modernləşdirmək istəyirdi. İranın dağlarında, göllərində, çətin relyefdə hərəkət edə bilən möhkəm bir maşına ehtiyac var idi. Buna görə də həmin dövrdə Pəhləvi ailəsinin səhmdarı olduğu Mercedes şirkətinə müraciət edir və İran ordusu üçün hərbi avtomobil hazırlanmasını istəyir. Dizaynı da birlikdə formalaşdırırlar. Maşının qutu kimi olmasının səbəbi də budur. Künclü və sadədir ki, tez təmir olunsun. Zərər daha az dəysin. Aerodinamika onlar üçün mühüm deyil. Çünki məqsəd sürət deyil. Maşın sürətli getsin deyə yox, istənilən şəraitdə hərəkət etsin deyə hazırlanıb. Şüşələri tam düz aşağı inir. Çünki oval şüşəni dəyişdirmək daha çətindir. Bu avtomobilin görüntü ilə işi yoxdur. Tamamilə funksionallıq üzərinə qurulub. Amma 1979-cu ilə gəldikdə sifarişlər demək olar ki, hazır olan vaxtda gözlənilməz bir hadisə baş verdi. Xomeyni inqilabı. Yeni hökumət sifarişləri ləğv etdi. Mercedes əlində qalan avtomobilləri mülki bazara çıxartdı və ərazi maşını kimi Gallenwagen adı ilə satmağa başladı. Yəni bugünkü G-Class belə yarandı.